dəyişdim. Mən də 2010'da rap yazmağa başladım. Sonra Versus adında bir grupda yarattım. Tanınmağa başladım, dostlarımı topladım. Vaatların ürəyində sevgi hissi qazandım. Bilirsən necə? Həyat çox qəribə. Bütün yaşlılarım çevrildi minnətə. Fanatlar da dostlar da oldu hamısı vəfasız. Çoxsu məni pislədi, çoxsu dedi ağılsız. Dostlarımın sayını bilmək üçün vaxtibə. Bu söz mən heç vaxt alınmazdır becər. Pulsuz konsertlər, treklər, kliplər, heç əziyyətimə verilmədi qiymətlər. Qurqun qalmamasının səbəbidir satqınlıq. Skrivəyə qalxmaq üçün etdi bizə yaxınlıq.